Salamlar, hər vaxtınız xeyir olsun. Bugünkü yolumuz Mingəçevir Dövlət Universitetinədir. Saat 12-nin yarısıdır gördüyünüz kimi və mən hələ də evdəyəm. İndi tez bir şəkildə damaşdiklərimizi geyinək, sevimli və gözəl damaşdiklərim mavi rəngdə. Çox sevirəm mavi rəngi və siz. Çölə çıxaq və burada bizi yenə gözəl bir mənzərə qarşılayır. 3 dənə sevimli ponçik pişiklərim. Həyətə baxaq, dərindən nəfəs alaq. Gözəl bir gün çıxıb yenə güllər, çiçəklər, hava çox süper bir vəziyyətdədir. Yəni sizə də tövsiyə edirəm. Kənd həyatında qalanlar bunu çox yaxşı bilər. Burada isə əlimizi yumağa gəlirəm. Bütünlükdən açıram, suyun isinməsini gözləyirəm. Su isinsə digər üzümü yuyub keçərdim evə. Və belələ su içində indi əl üzümüzü yuyaq. Və sonunda yarım saat çimdikdən sonra əl üzümüzü yuduq, bitirdik. İndi yavaş-yavaş əl üzümüzü silək. Və bitirdik, telefona götürək və keçək yeməyə. Gördüyünüz kimi anam çox ləziz bir kükü pişirib, siz tərəfdə bilmirəm nə deyilir, bu da qatığımız. Burada isə mənim gözəl stəkanım var, Nemo adlı, çox sevirəm onu. Və bismillah deyib çayımızı içməyə başlayaq. Udum güya tələsirik, amma yavaş şəkildə edirik. Çünki tez-tez yeyə bilmirəm, o saatdan nəfəs oluram. Çayımızı bitirdik, indi isə yeməyə keçsək. Yenidən bismillah deyib çörəkdən bölək. Qatıqdan tökək. Qatıqla kükünü çox sevirəm, çünki çox gözəl bir kombinasiyadır, həm də çox faydalıdır. Bunlarla tez bir şəkildə keçəcəm, çünki bu yemək versiyonu 2-3 dəqiqə çəkir. Çünki yenə bildirim, mən tez-tez yemək yeyərkən nəfəs oluram və həzm etmə prosesi var. Buna nəzərə alsaq, bədənim və orqanlar yerində deyil, düzgün şəkildə. Buna görə belə olur. Və videonu tezləşdirək. Mingəçevir Dövlət Universitetinə getmə səbəbim üz tanıma gəlib və oradan qeydiyyatdan keçməliyik. Hər bir tələbə o qeydiyyat prosesindən keçməlidir üz tanıma üçün. Bu arada göz haqqınızı halal edin. İndi isə yeməyimizi bitirdik və kombin etməyə keçid edək. Kombin etməyə gəldik. İndi sizə geyinəcəyim köynək göstərəm. Baxın, belə bir köynək də bu rəngdə. Məncə çox qəşəngdir. Geyinəndə görərsiniz və belə bu rəngdə, mavi rəngdə yenə sevdiyim rəng bir şal vardı, belə. İndi isə geyinək və sizə göstərim. Kombinimiz bu cür oldu, arkadakı dağınıqlığa görə üzürlü sayın. Kombinimə yorumlarda onun üzərindən xal verərsiniz. Bilmirəm daima geyindiyim üçündürmü, ya necə, mən çox bəyəndim. Siz yorumlarda bildirərsiniz. İndi növbəti videoya keçid edək. Unutmadan tələbə biletimizi götürək, arzusunda olan hər bir kəsin inşallah nəsib olar. Mən sənə güvənirəm, sən bacararsan. Qarnımızı doyurduq, çayımızı içdik, sənədləri götürdük. İndi pləncəndən enərək, ayaqqabılarımızı geyinək. Yenə gördüyünüz kimi mənim sevimli, gözəl pişiklərim yenə ətrafında pərvan olublar. Yeməklərini vermişəm, qarınları doyub, amma yenə də məndən əl çəkmirlər. Buna baxın, çox gözəl və şirindir. Bu da burada məni qarşılayır. Gördüğünüz gibi bu da bizi burada karşılayır, yola salır. Çok şirindiler. İndi ise kapını açıq atan maşında beni gözləyir. Kapını bağlayaq. Gedək darvazanı açaq. Saat 1 işləyibdir və biz geçirik. Tez bir zamanda universitetə çatmalıyıq. Darvaza burada çətin açılır. Demək olar açılmır. İndi darvazanı yavaşca açdı. Gözcüyə atam yazın. Siz də abunə olmamışsınız, abunə olub like atıb yorum yazmağı unutmayın. Axırca evdən çıxa bildik.
Darvazanı bağladım, maşına geldim ve oturaq maşına. Bismillah deyip yolumuza başlayaq. Arka fondaki mahnını beğendiyseniz like atmayı unutmayın. Gördüğünüz gibi bu da bizim kəndimizdir. Mən də yol gecə-gecədə sizə kəndimiz haqqında biraz məlumat vermək istəyirəm. Məlumata keçmədən əvvəl kanala abunə olub, videoya like atıb dostlarınızla paylaşmağı unutmamağı xahiş edirəm əvvəlcə. İndi isə kəndimiz haqqında məlumata keçid edək. Ərəş kəndi Yevlax rayonunda yerləşən qədim bir yaşayış məskənidir. Bu kəndin tarixi adı Şilyan olmuşdu və 1991-ci ildə rəsmi olaraq Ərəş adlandırılmışdı. Səfəvilər dövründə isə bura Ərəş Sultanlığı idi. Ərazisi əvvəllər Şirvan bəylər bəyliyinə tabe idi. 795-ci ildə isə Şəki xanlığına mahal kimi qəbul edilmişdir. Və burada sizə atamı göstərirəm, gördüyünüz kimi. İndi yavaş-yavaş xalqına doğru çatırıq və ümidvaram ki, siz də bizim kəndimiz haqqında biraz da olsa məlumat aldınız. Sıxılmamanız üçün biraz videonu sürətləndirəcəm. Təbii ki də mahnı ilə bircə sona qədər izləməyi unutmayın. Burada gördüğünüz kimi Xaldan qəsəbəsidir. Hazırda burada Mingəçevirə doğru yol gedirik. Yollar da düppədüz. Karşıda Lukoil var. Burada indi benzin doldurasıyıq. Sonra isə yolumuza davam edəsiyik. Əgər arka fon müzikini bəyəndisə like atmağı unutmayın. Gördüğünüz gibi burada da plakat var. Mingəçevirə Şəkiyə gedən yol. Burada Lukoil'e daxil oluruq. Benzini vurduk, qıtardıq. İndi isə yolumuza davam edək. Burası ise Şəki kırıqıdır. Burada da marketler var. İnsanlar buradan alışveriş eləyir. Burası ise Mingəçevirə gedən yoldur. Yolumuza davam edək. Təəssüflər olsun ki, mahnımız burada bitdi. Amma mahnı bitsə də yol bitməz. Yol bitmədiyi üçün də mahnı yenidən olacaq. Sizinlə biraz yenidən söhbət eləyək. Söhbətimiz Üfüqdə Parlayan İşıq adlı kitabımdan olsun. Bildiyiniz kimi kitabım elektron və səsli formada çıxdı. Elektron versiyada e-kitabxanada çıxdı. Səsli versiyada isə YouTube kanalımda. Kanalıma keçsədirək kitabı əldə edə bilərsiniz. Ora like atıp abone olup ve şer yazmayı unutmayın. Tabii ki de bu video ile yeniden maraqlı bir mahnı koşarak yolumuza devam edək. İnşallah mahnını beğenirsiniz.
yazırsınız. Burada bitir təəssüf ki. Və demək olar ki, Mingəçevirə çatırıq. Bura Mingəçevirin ətraf ərazisidə gördüyünüz kimi qarşıda Mingəçevir var. Bura plakatlar günəşli olaraq gedir bu ərazi, bu sağ tərəfimiz. Videonu bura qədər izləyənlər sağ olun, var olun. Allah hər birinizdən razı olsun. İnşallah sonuna qədər izləyirsiniz, dinləyirsiniz, like atıb abunə olarsınız. Şərhdə yazmağı unutmayın. Gördüyünüz kimi sağ tərəfimiz belədir, sol tərəfdə belədir. Mingəçevir yolu, burada radar var, burada plakat var yenə sağ tərəfdə. Bura Mingəçevirin girişidir. Gördüyünüz kimi gözəl Mingəçevir Nur şəhərə çatdı. Mənim adımdan bağlıdır. Gördüyünüz kimi görsüz necə adamam. Bu qədər zarafat yetər. İndi isə yavaş-yavaş gedək. Burada sürət 60 olduğundan 60-dan aşağı sürətə gedirik. Çünki qəzalar burada çox olur. Təəssüflər olsun ki, əsasən keçid və svetofor ərazisində olur. Biz universitetə tez getməyimiz lazım olduğundan arxa yoldan gedəsirik. Sağ yoldan da gediş var. Sadəcə ora keçmirik. Həmişə orta yolu tutub gedirik. Normal olan da budur. Burada gördüğünüz gibi marşrut. Burada svetoforda dayandık ve geçtik. Oranı kəsdim tez olsun diye. Bu da güzel Azərbaycan bayrağı. Külək olmadığından biraz əsmir. Amma yenə də çox gözəl görünür. Gördüyünüz kimi arxa yola keçdik çünki Mingəçevir Dövlət Universitetinə çatmaq üçün, tez çatmaq üçün. Və gördüyünüz kimi bu da küçələrdir, qısa yollar yəni. Buradan keçəndən sonra və inşallah sonra sağa dönüb Mingəçevir Dövlət Universitetinə çatmaq üçün. Sol tərəfə dönürük, Mingəçevirə çatmış oluruq. Çox həyəcanlıyam, çünki bilmirəm məni orada nələr gözləyir. Düzdür, 2-ci kursda olsam da qeydiyyat zamanı məni nələrin gözlədiyi və nəyin olacağı bəlli deyil. Ona görə də mən belə hallarda dəhşət dərəcədə həyəcanlanıram. Gördüyünüz kimi çatdıq, atam burada maşını saxlayır və mən düşdüyüm yerdə gedirik. Gördüyünüz kimi hava çox xoşdur və budur Mingəçevir Dövlət Universitetinin giriş qapısı. Bura bağlı idi, ona görə arxa qapıdan keçməyə gedirik. Yeri çəkdiyim üçün üzürlü sayın çünki adamlar çox idi. Və budur Mingəçevir Dövlət Universiteti. Üz tanıma qeydiyyatından keçdik və indi geri qaydırıq. Təəssüflər olsun ki, çəkilişə icazə verilmədi. Yavaş-yavaş maşına geri qaydırıq. İnşallah başqa bir zamanda universitetin içini sizə çəkib göstərərəm. Gələcək vloglarda maşına keçid edək və yolumuza davam edək. Bu gün sizə universiteti göstərə bilməsəm də daxildən inşallah yanvarın 5-i dərslər başlayıb. O zaman sizə universitetin içini göstərərəm. Yenidən bir mahnı qoşaraq yolumuza davam edək. Xoş dinləmələr.
Burada atam mənə deyir ki, şəhərə gəlmişkən gedək maşını tuturaq və belə edirik. Buradan sağa dönərək gedirik Moykaya. Moykaya çatdıq və hal-hazırda orada gördüyünüz kimi maşın var. Biz onun bitməsini gözləyirik. Müştəri getdi, indi sıra bizimdir. Atam indi maşını Moykaya verir yığılması üçün. Videonu bura qədər izlədiysəniz like atmağı, abunə olmağı unutmayın. Paylaşmağı da unutmayın zəhmət olmasa. Maşını yığmağa başladı. Buranı biraz tezləşdirəcəm. Çünki biraz geç olur. Həm də sıxılmayın deyə mahnı qoşacağım. Dinləməyi unutmayın. Gördüğünüz kimi tertemiz şampun bitti. Maşınımız oldu çiçek kimi. Bu da tekerleri. Çok keyfiyyətli bir yüzüdür. Baxın, par parlayır. Arkası. Gördüğünüz kimi. Burada anam bizə meyvə almağa demişdi və biz bunun üçün bazara gedirik. Sağ tərəfdə gördüyünüz yer isə keçmiş Salenti zavodudur. Hal-hazırda işləmir. 94-95-dən bəri dayanıb. İndi isə bazara çatdıq. Və burada qazır kabelin yanında dayanırıq. Burada tam meyvə almağa gedir və mən də maşında oturmuşam öz şəhərimdə. Gördüyünüz kimi. Və burada gördüyünüz kimi atam meyvələri alıb gəlib. Allah bütün atalara can sağlığı versin. Ümumiyyətcə bütün valideynlərə Allah qorusun, can sağlığı versin. Burada görür ki, kameraya çəkilib gülür. Meyvələri aldıq, indi evə dönürük. Onu da nəzərdə çatdırım ki, yol boyu sıxıntı olmasın deyə mahnı qoşacağım. Bu arada mahnı qoşmadan əvvəl sizə kiçik bir Mingəçevir haqqında məlumat verim. Mingəçevir şəhəri Azərbaycanın Kür çayı sahillərində yerləşir. Azərbaycanda əhalisinə görə 4-cü ən böyük şəhər sayılır. 11 noyabr 1948-ci ildə Mingəçevir şəhər statusu almışdır. 4 fevral 1954-cü isə Respublika tabeli şəhər kateqoriyasına keçirilmişdir. Mingəçevir şəhəri həmçinin Nur şəhəri adlanır. Kür çayı sahilində yerləşir və Mingəçevir su elektrik stansiyası sayəsində ölkənin mərkəzləşdirilmiş elektrik stansiyalarından biridir. Şəhər 1948-ci ildə salınmış, sənaye, elmi və mədəniyyət sahələrində inkişaf etmişdir. Həmçinin Mingəçevir şəhərində Kür sahili olduğundan burada Kür çayı sahillərində avar çəkmə yarışları da olmuşdur. Və belə dəyərli izləyicilər, gördüyünüz kimi bu da Mingəçevir haqqında qısa bir məlumat. Ümidvaram yararlı oldu hər biriniz üçün.
Yavaş-yavaş Mingəçevirin çıxışına doğru yaxınlaşırıq. Burada isə gözəl Azərbaycan bayrağı var. Video uzun olursa özürlü sayarsınız. Buraya kadar isteyenler kanala abone olup like atıp yorum yazmayı unutmayın. Burada yine gördüğünüz gibi plakatta Azerbaycan bayrağı. Burası ise yeni istirahat merkezi. Ben size olduğum arazini göstermek için videomu bu kadar çekmişim. Ama siz bunu izlerken sıkılabilirsiniz. Ona göre biraz tezleştirmeye karar aldım. Tabii ki de yeni bir mamla ile. İnşallah hoşunuza gelir.
Bura isə Kaldanda yerləşən Mingəçevir avtosalondur. Kim avtomobil lazımsa bura gələ bilər. Gördüğünüz kimi Kaldana çatdıq. Bura isə kəndimizdən keçən Əlcan çayıdır. Gördüğünüz kimi. Bu plakatda isə Rəş meyvəli yazıb, yəni kəndimizin yolu. Buradan körpünü keçirik və sola dönürük. Bu da bizim kəndimiz. Burada Xarı Bilbil marketi var. Və burada Kaldan məktəbidir. Allah'a şükür bugün evi sağlama çatdıq. Videomuz buraya kadar idi. Zəhmət olmasa hər bir kəs kanalı paylaşsın. 1000 abunəyə az qalıb. Sağ olun, var olun. Allah'a emanetsiz. Beləcə değerli izleyiciler, bir videonun daha sonuna geldik. İnşallah videonun sonuna kadar izlemişsiniz ve video öğrenisi olmuştur. Yine tekrarcılık kimi olmasın. Videoya hələ like atmamışsa like atın, abone olun ve sevdikleriniz, dostlarınızla paylaşın. Sağ olun, var olun, özünüze yaxşı baxın. Hər biriniz Allah'a emanetsiniz. Gələn videolarda görüşmək ümidiyle.